Azərbaycanda dini başörtüyü ləğv olunur. Azərbaycanda rəsmi məkanlarda dini başörtüyünün istifadəsinə qoyulan məhdudiyyət tətbiqi ilə bağlı dövlət səviyyəsində qərar formalaşıb və yaxın günlərdə rəsmən elan olunacağı gözlənilir. Today Press TV xəbər verir ki, bu yanaşma əsasən orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək. Dini simvol daşıyan örtüklər məhdudlaşdırılacaq, əvəzində isə milli başörtüyü, kələğayı təşviq ediləcək. Bu addımın məqsədi cəmiyyətdə vahid ictimai mühit və milli birliyi qorumaqdır. Kələğayı müxtəlif məzhəbi simvollardan fərqli olaraq ümummilli identikliyi ifadə edir və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxildir. Tarixən sülh, hörmət və birlik rəmzi olan kələğayı həm milli azadlıq hərəkatı, həm də Qarabağ hadisələri zamanı simvolik rol oynayıb. Yeni yanaşma inanclı qadınların başörtüyü ehtiyacını nəzərə alaraq dini örtüklərin əvəzinə kələğaydan istifadəni təşviq edir. Bunun üçün maarifləndirmə və təşviq mexanizmləri hazırlanacaq.